Bir dənə kofe verəndən sonra bunun içində yaranmış hal. Salam, xoş gördük hər kəsi. Mən bugün sizə 9155 modelini təqdim edəcəm. Çox gözəl aparatdır, hər evə lazımdır. İnanın ki, elə bir üstünlüyü yoxdur ki, deyəsən ki, bu aparatda bu yoxdur. Ən çox balistalar bu aparatı daha çox sevəcəklər, çünki burada bir əziyyəti var. Kofe üyüdən var olmağına, amma yenə də kofeni vermək üçün kofeni üyüdürsən, hazırlayırsan, biraz daha əyləncəlidir. Amma əziyyəti sevməyənlər üçün biraz daha çətin gələcək. Ona görə mən istəyirəm ki, bu videonu hamı izləsin və sonunda rəy vasitəsilə öz fikirlərini açıq-aydın mənə bildirsin. Mən çalışdığım qədər hər kəsin suallarına cavab verəcəm. Və beləliklə bunu başlayırıq. İlk öncə su qabını doldururuq, taxırıq yerinə. Böyür tərəfində yandırıb söndürmə düyməsi var. Basırıq buna, çalışır. Hardasa 10 saniyə, 12 saniyə ərzində aparat tam olaraq hazırdır. Mən sizə etaplı şəkildə göstərəcəm, necə edirik, kofe necə veririk. Ümid edirəm, video xoşunuza gəlir. Növbəti addımımız kofe tökməkdir. Mən Lavazanın krema buz modelindən istifadə edirəm. Düzdür, tam profesional olmasa da çox gözəl dadı, yəni kreması, hər şey yerində. Çox miqdarda da əlavə eləmək var, bunun öz tankı var. Mənə siz doldura bilərsiniz. Bir də çox lazım olmadığı üçün biraz lazım. Ən çox özelliyi, ən çox sevdiyim özelliyi öz raşqabanı qoyanda üydən yerinə çox gözəl üyüdür. Başqa üydən aparatlar kimi deyil, çox gözəl üyüdür və birazdan mən sizə onu göstərəcəm. Və bu aparatda hansı aksesuarları olaraq göstərəcəm. Bu süd qapısıdır, südünə doldurub bunu köpükləndirəcəyik. Bu öz temperumdur, bundan bu fərqlənmir, düzdür. Mənim öz temperumda burada millimetr var, neçə millimetr içinə gedib çıxmağı. Bunda yoxdur, bu sadədir, amma özü ki, aparatın üstündə gələn temperumdur. Əlavə olaraq üstündə 2 porsluq və yaxud da ki 3 porsluq olur. Üstündəki 3 porsluqdur, bu 2 porsluqdur, yəni 2 nəfərlik, 3 nəfərlik belə bir fərqləndirmə edilir. Bu onun buxar verən yerin, əgər baş hissəsi süd hissəsindən qaymağından tutularsa, bunu açmaq üçündür. Yəni bu hissəsini gətirib bunu açmaq üçündür. Bu şotkasıdır, içində kofe falan qalanını, qırağını, buzağını təmizləmək üçün çox gözəl vasitədir. Əsas mən bu şeyi bəyəndirəm. Bu rezini nə üçün istifadə edilir? Həm tempera qoya bilirik, həm də ki bunun burasını belə bir tutur. Misal üçün temperadan üstün qura bilirik. Üyüləndə bizə lazım olan vasitə budur. Bunu misal üçün qoyub bura bağlayıb da. Bunun üçün bura qoya bilirik, üstün tempera vura bilirik. Hər şey çox düşünülmüş, çox gözəl düşünülmüş, özdə hazırlanıb. Və beləliklə başlayaq. Deməli, birinci nə edirik? Bunu bura taxırıq ki, bizim üydən yerini işləyəndə bizi daha çox kömək eləsin. Burada doza seçmək olur. Deməli, burada doza seçmək olur, yəni birinci, ikinci, bir nəfər, 2 nəfər seçmək olur, burada doza seçmək olur. Dozanı ən idealı, yəni gətirib burada 10 ilə 20 arasında 15 var. 15-ə qoyursa ən idealıdır. Bundakı 1-2 eləyirsə də 1 post qoyulursa bəsdir. Və mən bunu deyim sizə, istifadə edirəm, mən böyük yox, balacadan istifadə edirəm. Aşırı böyük qalsın, ən yaxşısı, böyük göstərməlisə. Biri var 2 nəfəri, biri var 3 nəfəri, elə fərq edir. Burada balaca bir knopkası var, bu hissədə balaca bir knopkası var. Bunun özünü itələyəndə o da prosta üyüdür. Biz gətiririk onu. Özü dayanır. Gətiririk. Hər şey yerində. Bunu burada öz temperuna qəşəngcə düzəldirik. Bunu qoyuruq qarağa. Bu düzəltdiyimizdəki baxımda burada bir daha istəyirsə edə bilərsiniz. Bunu çox sıxmaqda olmaz, çox boş qoymaq olmaz. Orta hissədə olmalıdır. Bu düz mənim şəxsi olan bir aksesuarımdır, amma çox gözəl bir şeydir. Al-verdə istifadə edə bilərsiniz. İynədir. Əgər temperundan bunun üstündən çox uzaqlı sıxırsınızsa, orada su gələndə onun içində meşaçılığı eləyəcək. Su altdan yaxşı çıxa bilməyəcək. Onun üçün bunun vasitəsilə bir dənə belə, bir dənə də belə, bir dənə 3 dənə də işləyərsiniz, pamuk pəsiriz. Onda biraz fərqinə baxsaz, orada fərq tuta bilərsiniz. Belə də eləyib, əksini də eləyib, kofeni verirsəz, orada bir balaca fərq var. Bunu çıxardıb, təzədən taxırıq yerinə. Hazır. Bir dənə stəkanın altına qoymaqla heç bir şey ehtiyac yoxdur. Stəkanın altına qoyuruq. Burada deməli espresso var, americano var, bir də isti su var. Bu isə buxar, buxardan hazır buxar verməkdir.
Bizə espresso, amerikano yoxsa espresso, bizə espresso lazımdır. Çünki espressodan çox bir kofeni burada yaratmaq olur. Məsələn, cappuccino deyəndə espressonun birinci eləyirsən, latte macchiatodur, flat white'dır, white şokoladdır, mochadır, hamısını yəni bu espressondan rahat şəkildə eləmək olur. Espressonun bir dənə yoxlaya baxın. Burada hər şey seçdiyi suyun temperaturu var. Məsələn, kofeni isti versin yoxsa soyuq versin. Orada da biraz fərq var. Elə adam var ki, isti xoşlayır, elə adam var ki, soyuq xoşlayır. Onun üçün mən tərəfdarıyam isti kofenin, çünki isti kofenin dadı xüsus olur. Bunu isti eləyəndən sonra hazır. Bir dənə ok düyməsini vurarıq. Gözləyirik. Heç bir şey ehtiyac yoxdur. Sadəcə gözləyirik. Bu verdiyi sadəcə single menüsüdür. Bunun stəkanı böyük olduğundan bu burada az görsənir. İstəsən double eləmək istəsənsə double espresso bir dənə də daha verirsiniz. Burada bunun təzyiq göstərənə var, suyu verilən təzyiqi burada göstərir. Yəni, bunun ekranı onun üçün sırf. Demək olar ki, hazırdır. Çıxan axıntılardır, sizi gözləyə bilərsiniz, gözləməyə bilərsiniz. Yəni, sizin öz seçiminizdir. Üstünün aroması. Gözəl, gözəldir. İstəsəz, südlü kofeni də elə bir yoxdur ya, sizə onu da göstərmək istəyirəm. Beləliklə keçirik südlü kofeni. Eyni qaydada bəyər kimi başlamaq lazımdır. Taxırıq bilen. Yine lazımdır, kofe lazımdır. Bu yerinde, bu yerinde. Kofemiz hazırdır. Bunu bırak yerine. Bunu gösterir misin? Böyle bir şey olur. Hazır. İlk önce ne edirik? Belə bir qabımız. Mən adi sudan almışam, Milan suyu 2.5. İstənilən sudan istifadə eləmək olur. Bunu yarıya kimi doldurdum. Niyə yarıya kimi doldurdum? Çünki bu köpüklərində süd qalxır yuxarı avtomatik. Əsas. Burada məqsəd nədir? Südü heç vaxt qaynamağa qoymaq olmaz. Bax, yarıdan olan süd indi tam oldu. Gözümə sizə yaxından göstərim. Yəni, tam süd oldu, tam doldu. Bundan da artıq eləmək olardı, amma ehtiyac yoxdur. Deməli, südümüz hazır olandan sonra biraz özünə gəlmək üçün qoyuruq bir kənara. Və yenə eyni qaydada kofemizi südürüyük. Double espresso bıraq, prosta. Double yerində. Kofeni verəndə özünüz aromasını görürsünüz. Əgər bu aromanın çox olmanı istəyirsinizsə, stəkanı daha yaxından qoymalısınız. Aromanın heç olmanı istəmirsinizsə, stəkanı aşağıdan qoymalısınız. Onda aroma itir. Daha hazır olandan sonra südümüzü götürürük. Sadəcə istəyə uyğundur, ürək forması, hər bir şeyi bunu eləmək çox asandır. Mən sadə bir şey deyirəm, sizə göstərmək üçün deyə, onun üçün prosta gəzəm. İstəyə uyğun şirin bir şey qatıb, yəni şirin kofe xoşlayanlar üçün şirin kofe içə bilər. Sadəcə hesab qatı qarışdırmaq kifayətdir. Super.
Və beləliklə sizə bir dənə meyini göstərib, meynisində nə var? Əvvəlcə sütü doldururuq. Çox yox, biraz süt olsa bəs eləyir. Stəkana tökülür sütü. Sonra həmişə öz qaydasında kokyemizi həll edirik. Yandırmamışıq, yandırmışıq. Bunu qoyalım. Biraz süt dağıtdım. Çok qaynamağa qoymaq olmaz. Yəni çox qalandır, qaynayır. Niyə? Çünki bir stəkan balacadır, biraz süt çox tökmüşdüm. Sütü biraz tökmək lazım ki, rahat bunun səviyyəsini qaldırmaq olsun yuxarı. Olur belə şeylər, problem deyil. Bundan sonra keçirik espresso, hər şey yerində, temperatür yerində, baxın. Bizə bir dənə az olduğuna görə bir dənə əlavə edirik. Burada çox bir şey dəyişmir. Yəni dəmir qabda da sütü hazır etsən belə bir şey yaratmaq olur. Sadəcə indi mən istədiyim kimi alındıra bilmədim. Mən köpüyü daha çox edirəm onda. Köpüyü hardasa buradan bura kimi olur. Sadəcə indi alındıra bilmədim. Və onda həm görünüş olaraq, həm dad olaraq super alınır. Yəni məsləhət görürəm.